Son günlər Qaradağ rayon icra hakimiyyəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Faktiki olaraq rəhbərsiz qalan rayonda qanunsuzluqlar məcradan çıxıb. Belə ki, Qaradağ rayon Lökbatan qəsəbəsi 1-ci massivdə yaşayan bir qrup sakin rayon icra hakimiyyətinin ərazi təşkilat və ictimai siyasi məsələlər şöbəsinin müavini, ərazi təşkilat məsələləri sektorunun müdiri Həsənov İmran Elmanoğlu barəsində yeni ərazinin redaksiyasına şikayətlə müraciət ediblər. Sakinlərin iddialarına görə rəhbərsizlikdən sui-istifadə edən Həsənov İmran qanunsuz işlərlə məşğuldur. Sakinlər bildirirlər ki, Həsənov İmran və bir qrup dəstə torpaqları satarkən qarşı tərəfə tikinti işlərinə icazəni alacağını, heç bir problemin olmayacağı vədlərini verirlər. Lakin torpaq sahibi ərazidə tikintiyə başladıqda sözgedən əraziyə tikintiyə icazənin olmadığını bildirərək söküntü işləri aparılır. İddia olunur ki, icra hakimiyyətinə təkrar müraciət edən şəxslərdən yenidən müəyyən miqdarda pul vəsaiti tələb olunur. Pulun qarşılığında onlara rəsmi sənədin veriləcəyi bildirilir. İcra hakimiyyətinin rəsmisi bu işlərdə yalnız deyil. İddialara görə ona Lökbatanda makler Natiq kimi tanınan Natiq adlı bəy və özünü ərazi nümayəndəsi kimi təqdim edən Samir adlı şəxs və keçmiş bələdiyyə sədri Rasim adlı şəxs köməkdir. Sakinlər iddia edirlər ki, sabiq başçı Süleyman Mikayılovun qanun pozuntularına görə işdən çıxardığı Samiri İmran Həsənov yenidən qeyri-qanuni keçmiş postuna geri qaytarıb və tikintiyə icazələri qiymət danışmağı ona həvalə edib. İddialara görə qanunsuz əməldən zərər çəkənlərin sayı 70 nəfərdən çoxdur. Digər bir iddiada qeyd olunur ki, İmran Həsənov qanunsuz əməlləri törədərkən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adından istifadə edir. O, Əzizovun yaxın qohumu olduğunu deyərək ya müavin ya da başçı olacağını bildirərək torpaqların sənədləşdiriləcəyini də qeyd edir. Mövzu diqqətimizdədir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.